əşyalarının dekor xüsusiyyətləri, gündəlik məişətdən əməkçilər insana yardım edən və bayramların bəzini sayılan xalq sənəti nümunələri qapacaqlara yaxından tanış olacaq. Necə istifadə edildiyindən, formasından asılı olmayaraq, onların üzərindəki naxışlar xeyirxahlıq və səadət rəmzləri sayılardır. Onların hər birinin özünə məxsus hazırlama şəraiti, emal etmə üsulu olduğu üçün əşya üzərindəki bədii obrazlar da müxtəlif alətlərlə işlənir. Cib əl ilə yoğrulur, yapılır. Ağac ikisine ilə oyulur. Diz, zəng və kəsici alətlə döyülür və sizilir. Bürüt isə ərilərək gəlib formaya edilir. Sənət nümunələri, kasa və güvəzdir. Güvəz bir üç bölünəkli, şir, quş, suluk məlumatların üzərində çəkilən şəffaf mobilli məlumatı. Yaradıcı və araşdırma, məişət əşyalarına dekor. Şərbət qaşığı, məcməyi, sərinc və bardak. Həm naxışlar, həm də forma məişət əşyasının bəzəyi sayıla bilər. Əşyaların formasına diqqət edilir. Məişət əşyalarında forma, şamdan şüqqabı dolsa. Məğrur silueti bürünc dolsa üzərindən quşun təsviri hindiyə oxşayan boğaz, forma və obrazın vəhdətinə əsl nümunədir. Quş obrazı sanki qabda olan hərəkəti sayıb keşikçisidir. Yaradıcı araşdırma, məişət əşyalarının qalınlıq ver, daha çox dardı boğazı. Qalınlıq ver. Boğazına biraz enlilik ver. Çox dar götürsün. Süfrəyə gələrsə, deməli, ailədə əlamətdar hadisə baş verir. Evimizin şah ürəyi pilot bu qabda süfrəyə gələrdiyimiz məcməyi qapağın forması döyüşmüş qəbiləsini hatırlatsa da, üzərində dekor, əmin, amanlıq, bərəkət elementləri ilə bəzənir. Yaradıcı fəaliyyət, qədiş qablardan ibarət naturunu çəkir. Əvvəlcə onların formasını fikirləşir, sonra dekoru formaya uyğunlaşdırır. Çəkəcəyiniz qabın hansı materiallardan olduğunu göstərməyə çalışır. Onların aşağıda verilmiş simvol formalarından istifadə edə bilərsiniz.